elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Bəli əziz dostlar, Azərbaycan Radiosu 105 FM dalğasında proqramımızın ikinci saat artıq start götürdü və hər vaxtınız xeyir olsun deyirik, sabahınız xeyir olsun. Sükan arxasında olanlar, yolda olanlar, yəni bizi qulaqlıqla dinləyənlər və iş masasının arxasına yenicə keçənlər, hamınızı yenidən salamlayırıq. Sokratın gözəl bir sözü var, deyir ki, işə başlamaq elə işin yarısını bitirmək deməkdir. Bugün proqramın ilk saatını geridə qoyduq, deməli ən çətin hissə bitdi bizim üçün də, çünki biz də səhər efirə gələndə bir qədər yuxudan çətinliklə oyanırıq. Amma əhvalımız yaxşıdır, çox şükür. Ümid edirik ki, elə sizin də əhvalınız yaxşıdır. İndi isə növbəti bir saat ərzində sürəti biraz da artırırıq və ən yaxşı mahnılar, maraqlı mövzular bax elə bu saatda da olacaq. Odur ki, radionuzun səsini bir qədər artırın. Biz başladıq. Sabahınız xeyir. Şirin sözlerine çoktandı bilip gözleri canlanır. Sen kattın ara geceme gündüzüme. Vuruldu gözüm o kara gözlerine. Aldandım inan o şirin sözlerine. Çoktandı bilip gözleri canlanır. Sen kattın ara geceme gündüzüme. Hardasan saadet üzülmeni həsrət. Ürəyim ya nasip ya kısmet. Bəli, bəzən deyirlər ki, səadət insanı ən böyük şeylərdə yox, elə ən sadə anlarda tapır. Məsələn, sevdiyi musiqidə, xoş sözdə, ya da elə səhərin bax bu anında
radiodan gələn o doğma səsdə, əziz dostlar. Biz də çalışırıq ki, efirimiz sizə biraz səadət və biraz da enerji bəxş eləsin və düşünürəm ki, bəlkə də kimlərinsə səadəti elə Laçında keçiriləcək yarmarkada olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda növbəti əmək yarmarkası təşkil eləyəcək. Aktiv məşğulluq tədbiri mayın 22-sində saat 15:00-da keçiriləcək, əziz dostlar. Tədbirdə iş axtaran şəxslərə 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıcı, fəhlə, dəmirçi, gözətçi və digər peşə istiqamətləri üzrə 90-a yaxın vakansiya təqdim ediləcək. Yarmarkaya gələn şəxslərə agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir və harda keçiriləcək onu da deyim, Laçın Resort və Spa-da keçiriləcək, əziz dostlar. Bəli, əziz dostlar, Qarabağ şikəstəsini yeni aranjmanda dinlədiniz. İstər yeni aranjmanda, istər köhnə versiyada fərqi yoxdur. Əsas odur ki, bugün Qarabağ şikəstəsi və Azərbaycan musiqiləri mahnıları artıq Qarabağda səslənir və bizə bu qüruru yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Hərbçilərimizə sonsuz minnətdarlığımızı bildiririk və qazilərimizə də can sağlığı arzu edirik. Çox sağ olsunlar ki, bizə bax bu qüruru dediyim kimi fəxr hissini yaşatdılar. Elə Qarabağdan da söz düşmüşkən Şuşa ilə Trabzon qardaşlaşıb. Nə mənada deyirəm bunu?
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyası çərçivəsində Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb və sənədi Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyük Şəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Gənc imzalayıblar. Qeyd eləyək ki, Şuşa indiyədək 9 şəhərlə qardaşlaşıb. Bugünkü anlaşma memorandumu isə say 10-a çatıb. Xeyirli, uğurlu olsun və güman ki, böyük tədbirlər keçiriləcək həmin bax bu qardaşlıq çərçivəsində. Məzəmin səsi Azərbaycan radyosu. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Ulduz 1544-ə zəng et. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Şəhər yenə qarışdı, yollarda yarışdı. Dalğanı tut gülümsə, bu səs sənə tanışdı. Bilirsən, yolda tək deyilsən. 105 FM'desin. Sen yuhusuz gecelerin sebebi, gözlerimde kumarlanan keder. Sen tardan bileydi yazık yüreğim, bir gün onu sensiz koyup gidersen. Niye seni düşünürem her zaman, yüreği sensiz ovuldur. Vefalı
Yeni model açıqlanıb, şəhərin mərkəzi dəyişir. Dünən deyildi bu barədə. Şəhərin tək mərkəzli modeldən çox mərkəzli modelə keçidi də strateji prioritetlərdən biridir. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Bakıda VUF 13 çərçivəsində keçirilən şəhərlər bağlantılılığın mərkəzində şəhər yenidən qurulması və regional əməkdaşlıq mövzusunda tədbirdə deyib və Nəbiyev diqqətə çatdırıb ki, məqsəd məktəb, səhiyyə, iş və mədəniyyət obyektlərinə daha qısa məsafədə çıxışın təmin olunmasıdır. Ənənəvi yanaşmanın əksinə olaraq daha çox yol tikmək tıxac problemini avtomatik həll etmir. Buna görə Bakı şəhər mobilliyi sistemli şəkildə qurulub. Yollar avtobus şəbəkəsini, avtobuslar dəmir yolunu, dəmir yolu isə metro sistemini tamamlayır deyə əlavə eləyib və qeyd eləyək ki, VUF 13 mayın 17-sindən 22-sinədək BMT-nin məskunlaşma proqramı və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupları nümayəndələrini bir araya gətirir. Hamı üçün mənzil, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri mövzusuna həsr olunmuş VUF 13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərinin, eyni zamanda icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir. Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir. Söndürmüsən otağında çıraq ola bilsəydim mən yanardım. Söndürmüsən tək uzanıb buz təkdən hayat ağlımda işıq olsa işığına ovunardım. Üşüyürəm sənsizlikdə, gecə ulduzlar sönəndə, baxışlarım dolub qalıb sənin bağlı pəncərəndə. Pəncərəndə, sənin bağlı pəncərəndə, baxışlarım həsrətdən salıbdır. Özünü də yan tutursan, hər dəfə məni görəndə, gözüm gözlərinə həsrət qalıbdır. Pəncərəndə, sənin bağlı pəncərəndə, baxışlarım həsrətdən salıbdır. Özünü də yan tutursan, hər dəfə məni görəndə, gözüm gözlərinə həsrət qalıbdır. Söndürmüsən otağında çıraq ola bilsəydim mən yanardım. Söndürmüsən tək uzanıb buz təkdən hayat ağında, işıq olsan istisinə ovunardım. Üşüyürəm sənsizlikdə, gecə ulduzlar sönəndə, baxışlarım dolub qalıb sənin bağlı pəncərəndə. Pəncərəndə, sənin bağlı pəncərəndə, baxışlarım həsrətdən salıbdır. Özünü də yan tutursan, hər dəfə məni gör.
Yaddaşlarda bugün. Hamımızın Ögey Ana filmindəki Qəmər xala obrazından yaxşı tanıdığı xalq artisti Həqiqət Rızayevanın bugün doğum günüdür əziz dostlar. Mən sənin xətrinə dəymək istəmirəm. Ancaq uşağı sən körləmsən, onu erköyün qorxaq tənbəl böyütmüsən. Sən mənim üstümə heç çığırma. Sən öz oğlunun qaydına qal. Onu yad qızının ayağına vermə. Sən də, ay Dilara xanım, ürəyin necə qıydı, dilin necə gəldi? Mən bunu ondan gizlədə bilməzdim. Buna mənim ixtiyarım yoxdur. Əlbəttə, öz doğma balan olsaydı, belə eləməzdin. Elə həmin filmdən də fraqmenti dinlədiniz. Həqiqət xanımı xatırlayarkən milli musiqimizin keçdiyi tarixi yola nəzər salmaq çox vacibdir. Bu musiqini yaşadan insanlar Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqaları ilk növbədə yada düşür. O insanlar ki, Həqiqət xanım onlardan dərs alıb, muğamlarımızı, xalq mahnılarımızı öyrənib. Onun səsindəki məlahət ilk görüşdən bu sənətçilərin diqqətini çəkib və Həqiqət xanım az bir müddət içərisində məşhurlaşıb. Əsl adı Süsən idi. Həqiqət adını isə sonradan götürüb. Buna belə giriftar olub. Onun soyadı isə Əliyeva idi. Rejissor Hüseyn Rızayevlə ailə qurandan sonra onun soyadını daşıyıb. Həqiqət Rızayeva 1907-ci ildə Azərbaycanın dilbər güşələrindən olan Lənkəranda dünyaya göz açıb. İlk təhsilini Lənkərandakı Qızlar Məktəbində alan Həqiqət xanım müəllimi olmağı arzulayırdı, amma elə uşaqlıqdan valideynləri onda gözəl səs olduğunu hiss eləyiblər. 1923-cü ildə onun ilk arzusu reallaşıb. Belə ki, həmin il Həqiqət xanım Bakı Pedaqoji Texnikumuna daxil olub. Onu məktəbin dram dərnəyinə üzv yazıblar. Mahnılar oxuyur, səhnə əsərlərində oynayırdı. Həqiqət xanım gələcəkdə opera müğənnisi olacağını heç ağlına da gətirməzdi. Amma Üzeyir bəylə tanışlığı onun taleyində çox əhəmiyyətli rol oynadı. 1927-1952-ci illərdə opera və balet teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəb Zəngi, Leyli, Əsli, Telli, Şahsənəm və onun yaratdığı digər obrazlar hər kəsin xatirindədir əlbəttə ki. Elə Leylini də böyük istedadla ifa eləyib. Və deyilənə görə bu rolu 1000 dəfədən artıq səhnədə canlandırıb, amma əfsuslar olsun ki, həmin tamaşaların heç birinin lent yazısı qalmayıb. Ən əsası bu idi ki, onun məlahətli səsi obrazı tamamlayıb. Məhz ondan sonra Leylinin Azərbaycanda yeni ifaçıları yetişib. Həqiqət Rızayevanın kino fəaliyyətinə gəldikdə isə, bayaq da dedim, çox az filmdə çəkilib. Ögey Ana filmində Qəmər xala obrazını oynayıb. Qəmər xala filmdə mənfi obrazdır. O, kürəkəni Arifin İsmaila yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Yəqin ki, siz də xatırlayırsınız həmin səhnələri. Hətta onun filmdə işlətdiyi "Mən ölü, sən diri", bundan İsmaila ana olmayacaq, yad qızından ana olmayacaq statı yaddaşlara həkk olunub. Araşının məndədir qara qalya, yumuşam çəməndədir qara qalya. Həqiqət Rızayeva 1969-cu il avqustun 2-də 62 yaşında dünyasını dəyişib. O, bəstəkar Azər və Həsən Rızayevlərin anasıdır. Bu böyük sənətkarın xatirəsi əlbəttə xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Gələcək nəsillər onu böyük hörmət və məhəbbətlə xatırlayacaq. Ruhu şad olsun. Yaranda qara xalyar, gözlə məni yaranda qara xalyar, gözlə məni yaranda qara xalyar.
Ellem dağların qara xalya, qayasını daşını qara xalya, qayasını daşını qara xalya. Dan yer yanında qara xalya. Dan yer yanında qara xalya, gözlə məni yaranda qara xalya, gözlə məni yaranda qara xalya. Bir esir sənə Azərbaycan radiosu 100 il. Bir daha sabahınız xeyir olsun əziz dostlar. Azərbaycan radiosunun efirində Gəl Səhərin proqramına qulaq asırsınız. Bugün mikrofon önündə Günay Teyran qızıdır və ümid eləyirəm ki, hər biriniz bu səhərə xoş əhval-ruhiyyə ilə başlamısınız, eyni zamanda xoş xəbərlərlə başlamısınız və üzünüzdə də təbəssüm var. Və mən bir xəbəri nəzərinizə çatdırmaq istəyirəm. Yağışa görə dəyən zərər 1 milyon manatı ötəcək. Mayın 17-si ölkə ərazisində qeydə alınan normadan artıq və intensiv yağışlar nəticəsində yaranan sığorta hadisələri ilə bağlı 8 sığorta şirkətinə ümumilikdə 486 sığortalı müraciəti daxil olub. Baş vermiş bu müraciətlərin 96-sı daşınmaz əmlakın icbari sığortası növü, 70-i kasko sığorta növü, 32-si əmlakın yanğından və digər risklərdən sığortası növü, 288-i isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub. Məlumatlara görə qiymətləndirilmiş 377 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 704.721 manat həcmində müəyyənləşdirilib. Qalan 109 hadisə üzrə isə zərər qiymətləndirilməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimləməsinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşandan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi proqnozlaşdırılır. Qeyd edilib ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 79% Bakı və Sumqayıt şəhərlərində, 21% isə respublikamızın digər bölgələrində qeydə alınıb. Emredirəm, həyatımdan çıx, gözləyirəm, əşyaları yığ, məhəbbətdən, nifrətdə bircə addım qaldı, onu da attım, indi yollarımız ayrılmalıdır. Kim oldun ki, həyatımda sən, kimsən axı, ümumiyyətlə sən, düşündün ki, sözlərin ürəyimdə qaldı, sevgi soldu, söndü, bitti, geçti, getdi, öldü. Yalanlarına da, inanmağıma da, gözyaşlarıma da, hətta qaldın incida, gücüm qalıb sıra, qırmızı ışıq sıra, qızlar kullanıb sıra, hətta qaldın incida. Yalanlarına da, inanmağıma
button, change the channel. Push the button, change the channel. Don't push the button, change the channel. Push the button, change the channel. Mənim yalanlarım səni bezdirib artıq. Əsil stop demək zamanı, amma gücün yox artıq. Senin neyini sevdim, necə sevdim bilmədim. Soyuq gecələrimdə sevgidən isinmədim. Stop! Yalanlarıma, inanmağına, göz yaşlarına, hətta qaldım artıq. Gücüm qalıbdı da, qırmızı ışıqdı da. Bu qız ağıllanıbdı da, hətta qaldın indi. Yalanlarına da, inanmağıma da, göz yaşlarıma da, hətta qaldın indi. Gücüm qalıbdı da, qırmızı ışıqdı da. Bu qız ağıllanıbdı da, hətta qaldın indi. Push the button, change the channel. 'Yurdumun məlhur səsi heyran edər herkesi. Qoy səninlə yayılsın səfərlərin müjdəsi. 105 FM dalgası. %105 FM dalğasında Gəlsərin proqramına qulaq asırsınız. Yeri gəlmişkən YouTube-dan da izləyə bilərsiniz proqramımızı. Azərbaycan Radiosu Plus yazırsınız YouTube-a və proqramımızı oradan izləyirsiniz. Bugün bizim səs rejissorumuz Kamran Nadiroğludur, görüntü rejissorumuz isə Fərid Məmmədovdur, əziz dostlar. Biz adətən danışırıq, yəni Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyasında keçirilən tədbirlərdən, oradakı forumlardan və mən istəyərdim ki, biz həm də oradakı könüllərdən danışaq, könüllərin fəal iştirakından danışaq. Çünki onların da fəal iştirakı diqqət çəkir. Tədbirin uğurla həyata keçirilməsi üçün müxtəlif vəzifələrə cəlb olunan gənclər, qonaqların qarşılanması, forum məkanında düzgün istiqamətləndirilməsi, qeydiyyat zonalarında qüsursuz qeydiyyatın aparılması və sair kimi məsələlərə cavabdehlik daşıyırlar və qeyd eləyək ki, mayın 18-i öz işinə başlayan forum ayın 22-sinədək davam edəcək. Bir xəbər də çatdırım nəzərinizə. WhatsApp-dan yeni bir funksiya var. Mesajlar oxunandan sonra nələr baş verəcək? Dünyanın məşhur mesajlaşma platforması olan WhatsApp mesajların avtomatik silinməsi funksiyasında yenilik hazırlayır. Yeni sistemə əsasən mesajın silinmə vaxtı göndərildiyi andan deyil, qarşı tərəf onu oxuduqdan sonra başlayacaq. Hazırda isə timer mesaj göndərilən kimi aktivləşir. İstifadəçilər mesajların 5 dəqiqə, 1 saat və ya 12 saat sonra silinməsini seçə biləcəklər. Əgər mesaj 24 saat ərzində açılmasa, sistem onu avtomatik siləcək. Hazırda beta versiyada test edilən funksiyanın nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb. Yeni bir hayata imza atıram.
Azərbaycan Radiosu 105 FM. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Kristaldan möhtəşəm təklif. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Bir sehir, bir möcüzə 105 FM dalğası Məlhəmdir könlümüzə 105 FM dalğası Subaylıq, sultanlıq deyirlər, dedikləri qədər varmış. Aşıq olanlarsa söyləyirlər, nə yaxşı ki sevgi varmış. Subaylıq, sultanlıq deyirlər, dedikləri qədər varmış. Aşıq olanlarsa söyləyirlər, nə yaxşı ki sevgi varmış. Mənsə bilmədən düşdüm oyuna, yandım kül oldum eşq oduna. Ah bu sevda, bu sevda, anlamadım ki nə sevda. Kimləri sərxoşbəxt edər, kimləri ağladar bu sevda. Ah bu sevda, bu sevda, anlamadım ki nə sevda. Kimləri sərxoşbəxt edər, kimləri ağladar bu sevda. Subaylıq, sultanlıq deyirlər, dedikləri qədər varmış. Aşıq olanlarsa söyləyirlər, nə yaxşı ki sevgi varmış. Subaylıq, sultanlıq deyirlər, dedikləri qədər varmış. Aşıq olanlarsa söyləyirlər, nə yaxşı ki sevgi varmış. Mənsə bilmədən düşdüm oyuna, yandım kül oldum eşq oduna. Ah bu sevda, bu sevda, anlamadım ki nə sevda. Kimləri sərxoşbəxt edər, kimləri ağladar bu sevda. Ah bu sevda, bu sevda, anlamadım ki nə sevda. Kimləri sərxoşbəxt edər, kimləri ağladar bu sevda. Mənsə bilmədən düşdüm oyuna, yandım kül oldum eşq oduna. Ah bu sevda, bu sevda, anlamadım ki nə sevda. Kimləri sərxoşbəxt edər, kimləri ağladar bu sevda. Ah bu sevda, bu sevda, anlamadım ki nə sevda. Kimləri sərxoşbəxt edər, kimləri ağladar bu sevda. Ah bu sevda, bu sevda, anlamadım ki nə sevda. Kimləri sərxoşbəxt edər, kimləri ağladar bu sevda. Ah bu sevda, bu sevda, anlamadım ki nə sevda. Deməli bu sevda əziz dostlar, bu sevda 2025-ci il ərzində ölkədə 48546 nəfər nikaha daxil olmağa sövq eləyib. Amma eşq odunda kimləri yandırıb, 20675 nəfəri isə yandırıb bu sevda, bu eşq, boşanma halları qeydə alınıb. Təəssüf ki, əziz dostlar, bu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin
dünən keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb. Məlumata əsasən 2024-cü illə müqayisədə 2025-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə düşüb. Boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Bundan başqa ötən il 18 yaşına dək analar tərəfindən doğulan uşaqların sayı 877 nəfər olub. Bir xəbəri də deyirəm, sonra isə proqramımızı yekunlaşdırırıq. Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1% artaraq 2026-cı il aprel ayının biri vəziyyətinə 10.268.165 nəfərə çatıb. Bu, Dövlət Statistika Komitəsinin yanvar-aprel ayında ölkənin iqtisadi və sosial inkişafının makro-iqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Ölkə əhalisinin 54,1%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edib. Bugünlük bu qədər. Mənim çatdıracaqlarım, xəbərlər bunlar idi, əziz dostlar, və mən sizinlə sağollaşıram. Gəlsərim öz işini yekunlaşdırır. Bugün mikrofon önündə Günay Tehran qızı idi. Bugün bizim səs rejissorumuz Kamran Nadiroğlu, görüntü rejissorumuz isə Fərid Məmmədov idi. Hər səhəriniz xeyirli xəbərlərlə açılsın. Hər gün sevgidən danışan ürəyə yenə də varam de. Hislərim alışıb, o da döndü, sevgimin ocağı yanır. Duyğular danışır, sizə döndü, gizli vəhməmiz yaranır. Sevdim səni elə sevdim, kanadım yox uçmağa. Sevdim səni elə sevdim, gəldim kədəri almağa. Sevdim səni elə sevdim, çırpınan ürəyimdir. Sevdim səni elə sevdim, bu qəlbim birinindir. Hislerim alışır, o da döndü, sevginin ocağı yanır. Duyğular danışır, sözə döndü, gizli nəğməmiz yaranır. Sevdim səni elə sevdim, kanadım yox uçmağa. Sevdim səni elə sevdim, gəldim kədəri almağa. Sevdim səni elə sevdim, çırpınan ürəyimdir. Sevdim səni elə sevdim, bu qəlbim birinindir. Sevdim səni elə sevdim, kanadım yox uçmağa. Sevdim səni elə